Torpaq sürüşməsindən sonra çökən yola alternativ marşrutun çəkilişinə başlanılıb. Torpaq sürüşməsi Quba rayonunun Tüləkəran kəndi istiqamətində yerləşən avtomobil yolunu tamamilə yararsız vəziyyətə salıb. Sürüşmə nəticəsində yol yatağı çökərək dərin yarğan əmələ gətirib. Eyni zamanda ərazidən keçən rabitə və elektrik xətləri də zədələnib. Hadisə səbəbindən 6 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Bura asfalt çəkilən zaman düz yol olur. Hal-hazırda da sürüşmə baş verir. Yəni biz gözümüzü açıb buranı düz yol kimi görmüşük. Lap daşlı devirdə də. Asfalt çəkiləndən sonra da bura düz yol olur. Problemin aradan qaldırılması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı yol istismar idarəsi Ağçayın kənarı boyunca alternativ olaraq ümumilikdə 2,5 kilometr uzunluğunda yeni yolun inşasını həyata keçirib. Bu işlərdə burada biz turbalar atmışıq, su qəbul ediləcək, suların axınması üçün yolda kənarlaşdırmaq. Və indi aslında biz birinci qat 30 santim gravel yaymışıq, maşınlar rahat geçsin işləsin deyə. Səhər yenə burada işlər başlayacaq. 30 santim yenə gravel üstündən şeybin və bu maşınların rahat geçiş gəlişi üçün əlimizdən gələni eləyəcək. Ərazidə sürüşmə prosesi nəzarətdə saxlanılır, aidiyyatı qurumlar vəziyyətin tam sabitləşməsi istiqamətində tədbirləri davam etdirir.